Salam, hər vaxtınız xeyir olsun. Bugün bir ədəd yuxa ilə çox dadlı içliklə börəklər hazırlayıram. 2 cür içlik hazırlayıram. Öncəliklə tavaya yağ və 200 qram qiymə, bir ədəd də ət maşınından keçirilmiş soğan əlavə edib bunları suyu çəkilib yağa düşənə qədər qovururam. Yağa düşdükdən sonra zövqə görə üzərinə duz, qara istüt əlavə edib qarışdırıb qoyuram. Kənarda soysun. İkinci içlik üçün tavaya yenidən yağ əlavə edirəm. 1 ədəd soğan, 2 ədəd yer kökü əlavə edib üzərinə duz əlavə edirəm. Yer kökü tez yumşalsın. Yer kökü ilə soğanı da yağda yumşalana qədər qovururam. İkinci içlik də hazırdır. Bunu da qoyuram tam soysun. Bir ədəd yuxadan istifadə edirəm. Yuxanın üzərinə mayonez çəkirəm. Çox nazik şəkildə çəkirəm mayonezi. Öncə yer kökülü içliyi əlavə edib yuxanın yarısına bunu yayıram. Yuxanın yarısını üzərinə qatlayıram. Bunun da üzərinə çox nazik şəkildə mayonez çəkirəm. Üzərinə qiyməni əlavə edirəm. Qiyməni də yuxanın hər tərəfinə yayıram. Yuxanın ən sonuna mayonez çəkirəm ki, bükərkən yapışsın. Və bunu da rulet şəklində bükürəm. Daha sonra dilimlərə ayırıram. Yağlı kağız sərdiyim soba listinə düzürəm. Üzərinə isə yumurta sarısı ilə süd qarışımı çəkib küncüt səpirəm. ...220 dərəcədə üzəri qızarana qədər bişirirəm. Və budur artıq hazırdır. Bir ədəd yuxa ilə çox dadlı içliklə doyumlu bir börəklər alınır. Az əziyyətlə hər kəs hazırlaya bilər. Dadı çox möhtəşəmdir. Resepti bəyəndinizsə hazırlayıb yoxlayın. Videonu izləyib rəy yazan hər kəsə öncədən çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.